Bir digər mövzumuz kahin, yəni falçı və münəccimə inanmaq. Buna ekstrasens də deyə bilərsiniz. Allah Celle Celaluhu belə buyurur. Qısa olsun deyə ayənin tərcüməsini, yəni mealını oxuyuram. Ey insan, bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır. İsra surəsi 36-cı ayə. Başqa bir ayədə Allah Celle Şanuhu buyurur. Şübhəsiz ki, zənnin bəzisi, heç bir əsası olmayan zənn günahdır. Hucurat surəsi 12-ci ayə. Allah Celle Celaluhu buyurur. Qeybi bilən ancaq odur və öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa. Cin surəsi 26-27-ci ayələr. Peyğəmbər əleyhissalam belə buyurur. Kim bir falçını və ya kahinin yanına gedib, onun dediklərini təsdiq edərsə, Muhammedə nazil olanı inkar etmişdir. Əhməd ibn Həmbəl Əl-Musnəd, Musnədül-Muqsirinə minəs-səhabəti hədisi. Zeyd ibn Xalid Əl-Cühənidən, Allah ondan razı olsun, belə rəvayət edilir. Rasulullah aleyhisselam Hudeybiyyədə gecə yağan yağışın arxasından bizə sübh namazını qıldırdı. Namazdan ayrıldıktan sonra insanlara üzünü tutaraq belə buyurdu. Bilirsinizmi Rəbbiniz nə buyurdu? Orada olanlar Allah və Rəsulu daha yaxşı bilir dedilər. Peyğəmbər aleyhisselam belə buyurdu. Allah buyurdu. Qullarımdan kimi mənə iman gətirmiş halda, kimi də kafir olaraq sabahladı. Hər kim Allahın lütfü və rəhməti ilə yağış yağdı deyərsə, o mənə iman gətirmiş və ulduzları inkar etmişdir. Ancaq kim də belə fırtına səbəbi ilə yağış yağdı deyərsə, məni inkar etmiş və ulduzlara iman etmişdir, tapmışdır. Ulduzlara tapanlara sabi deyilər. Buxari Əl-Cami-üs Sahih, Kitab-ı Sifəti Saləti. Peyğəmbər əleyhissalam buyurur. Kim bir falçının yanına gedib, ondan bir şey soruşaraq dediklərini təsdiq edərsə, 40 gün namazı qəbul olunmaz. Muslim Əl-Cami-üs Sahih, Kitab-ı Səlam. Ulduzların yaradılmasında bəzi hikmətlər var. Qatadə bunları belə qeyd edir. Allah Celle Celaluhu ulduzları 3 şey üçün yaratmışdır. Göy üzünün gözəlləşdirilməsi 1. Şeytanların qovulması 2. Yolçunun gecə vaxtı yolunu tapması 3. Bu məqsədlərdən başqa ulduzlara baxaraq mənalar çıxarmağa çalışan böyük xəta edir. Boş vaxt itirir və haqqında heç bir şey bilmədiyi halda lazımsız zəhmətə qatlaşır. Əbu Fadıl Mahmud Əl-Alusi, Ruhul Məani təfsiri. Abdullah ibn Abbasdan, Allah ondan razı olsun, rəvayət edilən bir hədisdə Peyğəmbər əleyhissalam belə buyurur. Kim ulduzlardan bir elm alarsa, sehirdən bir bölüm almış olar. Ulduzlardan aldığı bilişlər artdıqca sehrə olan marağı da artar. Əbu Davud Əs-Sünən Kitab-ı Tib hədisi.